Bilirdin ki, cəmi 3 dənə dairədən bir balaca, bir böyük, bir dənə də balaca və həmin bu 2 dənə dairənin arasında 2 dənə düz xətt aparsan, yanında da balaca xətt qoysan, içində bu hissələrdə bu şəkildə burun dəliyi çəksən, bir burada, bir burada, həmin bu dairənin qırağından bu şəkildə keçsən, bunların uclarını birləşdirsən, artıq dairənin xəttlərini silsən, xəttlərini düzəltsən və içini doldursan, bunu tona salsan, parmağınla yaysan, bir daha bu formada eyni bu şəkildə kölgəni versən, biraz məsafə saxla və bayaq dairələrin qıraqları var idi. O hissələrdə də kölgəni qeyd eləsən, bunun içini tam doldursan, burada da bu şəkildə tam doldursan, biraz bura kölgə versən və bu hissələrdə yüngül və ortada işıq qoyub qıraqlarına kölgə versən, bu şəkildə bu hissələri açıq saxlasan, ancaq yuxarı hissəsinə kölgə versən və bunları yaysan, ortada balaca pozanla bu hissələrdə işıq saxlasan, biraz üstündən keçsən və bu şəkildə kölgələri qeyd eləsən, burun alınır. Görürsən, burun çəkmək o qədər də çətin deyil. Mənim səhifəmdə belə videolar çoxdur və yeni olacaq. Əgər sən maraqlıdırsa, takib et və izlə məni. Onlayn şəkildə dərs keçirəm. Maraqlıdırsa, yaz şəxsiyə.